İnanın bugün Azərbaycan sözümə cavabdehəm dünyanın ən sürətlə inkişaf etmiş ölkələrindən birincilərindəndir. Bütün sahələrdə inanın. Amma insan o dəqiqə bütün sahələr mən deyim, bütün İdmandan deyil, neçədən aklınızda Böyləkçilərimiz var. Aklınızda neçə olimpiyatımız var. Böyləkçi İslam ölkələri içərisində yuxarıda bizi. bizi. O gün Emin Əmdullayev deyir ki, biz hələ 20 il sonra görəcəyik. Təhsildə də əksən toxum sonra görünür. Başqa nə hansı iqtisadi sahənin gəlmişsə Biz elədiyimiz bugün Avropa ölkələrindən böyük iqtisadi sahədə də adam başına çölünün daxil məsələn 2005-ci ildə biz 3568 dolları, Belarus 3700, Ermənistan 4300, Gürcüstan 4700, Qazaxıstan 7000. Bu da iqtisadiyyat. Kövn məkana sığmazam. Məndə sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Azərbaycanda yüksək vəzifəli məmurlar paytaxt Bakıda yerləşən villalarını satışa çıxarıblar. Bu barədə Post TV-yə daxil olan məlumatda bildirilir. Azərbaycanda məmurların paytaxtın dörd bir yanında təmtəraqlı villalara sahib olması heç kəsə sir deyil. Bu, məmurların zaman-zaman milyonluq əmlaklarını satışa çıxarması da günümüzün əsas reallıqlarındandır. Bəs məmurlar niyə villalarını satışa çıxarırlar? Bu barədə az sonra. Amma öncə məmurlara məxsus olduğu iddia olunan və milyonlarla dəyəri olan villalarla tanış olaq. Fotoda gördüyünüz bu villa Şüvəlan qəsəbəsində Mayak adlanan ərazidə yerləşir. 2 milyon 950 min manata satışa çıxarılan villanın yerləşdiyi ərazinin ümumi sahəsi 36 sotdur. 11 otaqdan ibarət olan villanın otaqlarının ümumi sahəsi isə 800 kvadrat metrdir. 2 mərtəbəli villanın tikintisində xaricdən gətirilən tikinti materiallarından istifadə olunub. Və yaxud fotolarda gördüyünüz Şüvəlanda Mayak adlı ərazidə yerləşən bu villa isə 1 milyon 700 min manata satışa çıxarılıb. 30 sot ərazidə yerləşən villa 4 mərtəbədən ibarətdir. Villada 2 zal, 6 yataq otağı, 2 mətbəx və 5 qardirob otağı mövcuddur. 11 sotun içərisində inşa olunan bu villa isə 1 milyon 400 min manata satışa çıxarılıb. Villanın otaqlarının ümumi sahəsi isə 600 kvadrat metrdir. Əldə etdiyimiz məlumatlara görə hər üç villa hazırda Azərbaycanda yüksək vəzifədə çalışan məmurlara məxsusdur. Sadəcə həmin villalar həmin məmurlar
məmurların ailə üzvlərinin və qohumlarının adına sənədləşdirilib. Villaların həqiqi sahibi olan məmurların kimlikləri ilə bağlı Post TV-yə müxtəlif məlumatlar daxil olub və qısa müddət sonra həmin məmurların kimlikləri ilə bağlı sizləri tanış edəcəyik. Xüsusilə qeyd etmək istəyirik ki, Azərbaycanda əhalinin 28%-dən çoxunu gənclər təşkil edir. Hazırda ölkədə işsizlik problemi ən yüksək həddə çatıb. Sosial problemlər və evsizlik gənc ailələrin dağılmasına səbəb olur. Amma bütün bunlar Azərbaycanlı məmurları qətiyyən düşündürmür. Bu məsələdə ən çox diqqət çəkən məqam villaların hansı səbəbdən satışa çıxarılmasıdır. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, həmin məmurlar ölkədəki mülklərini satıb pulları başqa ölkələrə çıxarmağa çalışırlar. Əslində burada təəccüblü heç nə yoxdur. Büdcəni talamaqla böyük əmlaklar Bir məmur oğlu cəbhəyə getmədi. Hamısı villalarda gizləndi. Məmurlar oturub villalarda qızıl balıqdan kabab çəkdilər, yedilər. Şəhid balaları orada, kasıb balaları qan